9 manatlıq çatan sarışqaları reklam edən bəziləri yazmış ki, bayaq bir yorum görürəm yazmış ki, qardaş gəldim onu mənə 25 manata satdınız, Allah da sizə manata. Mənə yəni yorumlarda bizim malları pisləyin, deyin ən pis mağaza sənsən və s. inan yəni o mənim pisimə gəlir. Amma o ki Allahdan sözü görə həqiqi pis oluram. Dostlar, yəni heç kim allada bilməz. İlk öncə bunun üstünə qiymət yazılır. Yəni mən bunu videoda əlimlə göstərərəm ki, məsəl üçün bu mal falan qiymətdədirsə, sən gəlirsən burada bunu görməsən, normal olaraq deyirsən ki, qardaş mənlə məzələnirsən, nə deməkdir bu? Mağazamızda çatan sarışqalarımızın 80%-ni, yəni böyük əksəriyyətini 9 manata salmışam. Bəziləri var ki, onları həqiqətən 9 manata salmaq qeyri-mümkündür. Ona görə onların qiyməti fərqlidir. Məsələn, 15 manat, 20 manat və s. Amma yenə deyirəm, məsələn, bax bu hissədə gördükləriniz, bax Səmət onu səhv buranı, bax burada gördükləriniz, rəngləri görünə qədər belə aşağı hissəni göstər. Fərq. Bax bu hissəni göstər. Bax, sadəsi də var. Məsələn, bax dümdüz heç nə, ağ rəng və yaxud qara rəng, yaşıl rəng. Ya qabağında dəmirlə olan, döş hissəsində dəmirlə olan qol, bu çatan deyil, bu adi sarışqalar, amma 9 manatdır. Qısa qolu, bax yumru boğazı, bunlar 9 manatdır. Yəni bax qabağa belə naxışlı olanlar var. 9 manatdır. Yəni sən bunu üstündə də qiymət yazılır. Yəni burada gəlib heç kimsə başqa qiymət deyəməz. Məsələn bax, birinci göstərim 9 manat. Yəni bunu sən burada 9 manat görsənsə, bu kassada heç kimsə 20. Əgər varsa elə bir şey yazın, bəlkə də bizim kasserimiz özündən bura qiymət qoyur, yəni xəbərimiz olsun da bəlkə həqiqətən. Bir də dəstləri 15 manata satırıq. Kətan, bir də ikiblik dəstər. Köynək, şalvar 15 manat. Bax onu da sadəcə ola bilər gəlib görməlisiniz mağazada. Onu satıcılardan soruşun, sizə göstərsin. Yəni burada satıcılar hamısı canla başına xidmət göstərirsə, qulluğunuzdayıq. 20 yanvar filialımızda, bir də 28-də sizi gözləyirik. Amma 20 yanvarda daha çox çeşiddir.